Herkese salamlar dostlar. Bugün Car Simulator 2'ye devam ediyoruz. Bugün nasıl Car Simulator 2'de Tom'da baxan artıq 2025 dəqiqədən də çox pulumuz var oyunda. Bugün ne olacaq? Bugün bir dənə ev alacaq artıq. Zamanı gəldi o evin. Gedək bir alaq görək o evi. Sabahtan bu BMW ilə oynayacağım. Çünki bu BMW ilə bizim işlər çoxdur. Mən bu maşınla getmək istəyirəm ora. Bu maşınla gedib o ev alacaq. Biz o zamanda bir yayda gelmişti, hatırlıyorsunuz, 2 milyonluq ev. Onu bu gün almamın vaxtı geldi. Toyota Kyosher markın dostu. Deyir ki, o markla bunu qarşılaşdırası idimi? Yaxında da qarşılaşar bəlkə bir gün. Amma hələ bunun rəngini dəyişdirəcək. Daha sonra gedib, yəni o evi orada gedib alacaq yəni. 100 dənə də Teslam var bu arada mənim, 100. 100 dənə Tesla bir şeylər tapıb alacaq. Nə təhsil 100 Tesla bir dənə maşın almaq istəyirəm. O da yaxında gələr bir gün. Ona gedirik görmüş olsun ondan. Toyota Kyosher. Mark yaxşıdır yoxsa bu? Siz zamanda bunların yorumunu da mənim üçün yazıb deyə də bilərsiniz. Mən nə olsa sizin də yorumunuzu burada cavablayacağım. Bu ikisi də sağ direksiyonludur. Sağdan direksiyonlu ikisi də. Yəni bu nə yarayır ki? Hamısı eyni bir şey. Ya bu qabağıma niyə çıxırsan hala? Ya bu bunlar nətər sürürlər maşını valla ya. Bunlar necə sürür ki? Yəni təxmin belə olunmur nətər sürürüklər. O da atölye var. Dur abidən işarə edeyim. Geyim atölyeye. Ya da yox ya. Mən bayaq sərvis işarələyəsiydim. Deyim ki bu ikisini qarışdırıram mən. Rəngini dəyişdirəcəm orada. Fərqli bir dənə rəng qoyacağım buna. Allah. Dur qabaqda polis var ay dur. Ədim vallah baxın nerede o da gördünüz. Ben adam bildiğim ma çırptı. Ayda kaç ya polis. Saniydin ya adam ma vurdu ay polis. Tam gedəcəkəm. Polis düşdü dalımca. İşarə eləyə bilirəm yenə adamını. Ayda ya polis sən. İşarələmək olurdu ama dur. Ya polis vallah bu polislərin işi dərdi yoxdur. Get araba get ya bu polis. Vallah bu polislərə əsəb oxuyur vallah bu polislər buraxmırlar ki bizi. Gəldim bura. Polisten qurtulursan da nə eləyirsən da bu reklamlar gəlib ki yürüyə ortaya. Allah ya nə qədər reklam olar hə. Ay. Öş. Bir gedəmmədi o. Abran ki deyirlər suyla dolasıydı ya da yoxsa elə bir şey yoxdur bura bildiyin. Bəlkə bu çıxanlar olmasaydı olardı bəlkə. Eminim ki elə bir şey dəqiq olmaz. Çünki orada çıxılış yollar var da olsun. Ha maşını ağdan qurtaraq indi. Sanırım ben buna 100.000 vermem bu rəhlərə. Karışın rəngə boyayayım bunu köşəyə. Bir dənə rəngini dəyişdirdim o yaxşı. Ya yenə reklam gəldi.
Bu evin böyündə baxın, burada da bir dənə maşın yuma yeri var. Şöyle bir tane maşın da yok orada. Güc biraz çir rəngdir. Buralarda bir yerdə taslaq var yaraq. Bayaq çıxdı qabamanı. Hadi ha buymuş bax abi. Bildim taslaq var burada. Her yerde bir bina var yani her yerde. Belə bir yer var idi əvvəl. Burası yolun tam olarak bu tərəfiymiş ya. Ben de bir an arası bir yere benzettim ama da öyleymiş. Ben bir de pul xərcləməyim, benzin bu bidonu burada doldurum. Bedon ne? İşte belə bidonu doldurdum. Yaxşı oldu. Abi rəngə boyadım biraz da yaxşı oldu. Qəşəng. Bayaq maşın yumadan səs çıxdı bitdən. Yəni hər şey səsini kəsmək olur. Bir dənə bu siqnal bax. Maşın yumadan səs çıxmır. Bir dənə maşın yumadan səsi çıxır. Bunun içindən. Buradan daha düppədüz gedim şu tərəfi işarələyim. Bu maşının karşı rəngə boyadıq. Biraz da qəşəng oldu elə bir. Hem de bir şey diyeyim, oyunun səsini azaldanda da şey olur. Ne olur? Ancaq bu yani araba yıkama emir səsini düzgün eşidə bilirik. Yəni ondan başqası yox da yoxdur. Çatdım buralara. Ev burada bir yer deyil. Deyək qabağımda. Burada bəlkə bir taslaq dolar ha. Havada maşın çıralama yeri var axı. Hani maşın öz anı yaxşı. Ola maşın yox. Maşın yoxdur ki. Evet, nəsə. Ev burada. Hadi baxın bu ev. İlk başdan Allah uzatmayaq. Garajın kilidi açıldı. Ama bunun garajı baxın, garajı bunun. Yəni bunda bütün maşınlarımız görsəniz. Qaraj maşınımız. Bundan sonra bu maşın burada qalacaq. Amma baxın, buradakı garaj göstərir, bütün maşınları göstərir. Yəni bunun garajının qabaqdadır, açıqdır niyəsə. Yəni bütün maşınlarımızı görsənər axı buradakı garajda. Yəni bu niyə belə oldu bilmirəm amma onun qarşında önemli bir problem var bəlli. Yoxsa baxın nə sər göstərir buralar. Boş alan. Yəni dostlar bu işdə də bir düzəlişlik bəlkə olmalı. Çünki bu maşınlarımız da burada görsənir bizim. Görsənməsi yaxşı yoxsa görsənməməsi siz yenə də yoruma yazarsınız. Yəni yaxına getdiyimiz kimi maşınlar burada göstərir. 5 dənə qarajlıq yerimiz var. Yəni 5 dənə maşın qoya bilirik içinə. Başa bunu da qarajını bir gün düzəldərlər. Hani onda dalını düzəldək. Heç olmasa qabaqdan qoyaq, kimsə qabaqdan olsun, nətər olar şeylər. Qarəsəndə bir şəkildə bəlkə bilmirəm bu işdə. Burada da bir dənə velosipedimiz var. Nəysə bu velosipeddə də sürmək olsaydı. Amma velosipedi çox çətin sürmək olmur yəni. Abbas ağa dostum almışdı bu evi. Bir dənə mən alamamışam deyəsən bu oyunda bu evi. Deyəsən mən bir dənə mən almamışam bu oyunda bu evi. Ola bilər ki mən almamışam.
Yeni şehirde yeni bir öyümüz oldu. Sonunda bu şehirde bakın bu şehirde yeni bir tane öy aldım axır ki. Burada tabii 4 tane öy var. Bakın ilk dəfə burada bir tane bizi stollar qarşılayan masalar falan, açaq qapıları. Evə giriş eləyək. Bilmirəm dur elə dəqiqədə bağlandı. Bir yana qapını açmalı yox. Hə, axır ki girdik bu evə. Ha, qapı açılışı bu evin qapı açılışı mənim xoşuma gəlmədi. Ya bu nədir? Nətər qapı açılır səncə burada? Evin qapı girişləri. Baxın burada biraz problemlər var bəli. Baxın burada bir dənə belə balkon var. Ondan sonra da balkona çıxıb baxa bilirik hər yerə. Amma dediyim kimi yəni bir dənə bir məsləhətli bir problemim var. Qapılar. Evin qapılarında açılmağında bir problem var. Nəsə də onu bir şəkildə bəlkə düzəldərlər. Burası da evimiz. Qoxna. Burası açılır. Nədir bura? HDMI, bir də kolonka. Dur qapı. Ortacıqlı çaya girəsiydim otağın. Baxın burada qazımız var. Qoxnamız yəni burada mutfaq. Demişkən tüklər mutfaq. Qoxna var burada. Stollarımız. Divanlar. Evin içi biraz dar mı yani? Ha buraya qonaq da gətirmək olmaz ya böyle bu nədir? Qonaq gətirsən beş qonaq ancaq burada oturar yani. Qonaq bu tərəfdə oturtturmaq biraz çətin olur amma sizlər burada nə bilim televizora falan baxa bilərlər bu evdə. Onun televizorumuz var böyükdə. Burada da bir otaq var. Burası haraydı? Oturma otağı. Kolonkamız. İstədiyimiz mahnıları qoyub burada belə qulaq asa bilərik qəşəng. Bir də bu var işin ucunda. Bu arada da hava qaralır, axşam olur oyunda. Burası da herhalde hamam olar. O deyə baxın hamam tualet. Televizor da la bu. Olsa da bu televizora oxşamır ki. Deyil. Hamdan hala bala. Televizor ayna diyor sana bu televizor olmaz. Hamamda televizor olar. Bu bir ayna. Ayna nə tər göstərir Allah'ım nədir? Ayna oynayır gözümün qabağında. Çinmaq yeri, tualetlər, bu da pəncərəsi. Onları da bir göstərməz çox. Buradakı otağa da baxa. Burası da kompüter otağı. Kompüter otağıdır burası da. Heç kompüter işləmir hələ ki. Bütün maşınımızı gətirib bura qoyarıq. Burası da son yataq otağı. Burası da bizim yataq otağımız. İnsan kravatın üstüne çıxmalı olmuş. Kravatın üstüne çıxmaq eləyəcəm. Yox, məndə. Bəlkə bura çıxmaq olmur, amma şəhərin mənzərəsi, işıqlar yandı indi. Buraları müvəqqəti olaraq görmək olur. Belə bir şey var ağlımda, dur. Sən ya deyirəm, bu evdə, yəni, hava qaralanda televizor yanır. Televizor yanmır burada. Burada televizor yanmır. Amma işıqlar yanır. Baxın, burada məsələn işıqlar, hava qaraldı, işıqlar bu evdə yandı. Amma bu evdə, amma deyəsən bu evdə yanmır işıqlar. Bu bizim bugünkü bu şəhərdə yeni aldığımız ev. Ev superdir bəlkə, ha? Ev nətədir? Şuradan da bir dənə görünür. Burada da bir dənə otaq var. Hala burada da nə bilim kaftalarımızı falan qoyarıq. Hala burada nə bilim kafta falan qoya bilirik. Burası da bu ev. Şəhərin çox gözəl bir yerindədir özdə bu ev. Çıxam görüm indi Əgər abi evdən çıxmaq istəyirsə olsa 2 dənə qapını da açıb çıxması olsun. Çünki dediyim kimi bu evin qapı girişində bir problem var. Ev ki bir dənə qapını açırsan amma girə bilmirsən içəriyə. Evin qapı girişində dediyim kimi problem var. O da bu evin görünüşü. Baxın. Bu da
videomuzun sonu. Burada bir artıq sonlandıraq videonu da. Bir dənə maşını götürün. Uzaqdan bir dənə çəkişim. Yəni məndən bir şey sağlam direksiyonlu olan maşınların yerini yaddan çıxartdıram yəni bir şey. Hava qaralan yerdə bu evin fotoğrafını burada hazırlayaq. Biraz belə aşağıya çəkdirəm. Və dostlar, bu da bugün bizim yeni evimiz. İnşallah yeni evi sevdiniz. Sabahdan bir dənə ev alacaq. Çünki bu dənə fotoğraf çəkər. Çünki sabahdan yenə bir dənə də ev alacaq sabah. Dur bir dənə ora baxım indi çıxaq da buradan. O olsa evimiz alındı. Ava baxın abra. Dur bir dəqiqə. Dur nə oldu yəni internet getdi. Dur. 45% telefon. Baxın dostlar, burada sabah da bir dənə ev alacaq ha. 9-cu günə sabahdan yenə bir evimiz olacaq burada. Baxın 9-cu günə. Ondan sonra 14-cü günə burada stilit gələcək. Yəni yeni maşın sabah. Elə bir 14-cü günə gələr bu. Stikerlər 24 günə belə tapanca. 21 günə burada League Tint gələcək. 30-cu günə Best. Bentley gələcək. 28-ci günə də burada bir dənə ev hazırdır. İşte bu gələcək. Baş bu ev falan olar ama diyeyim. Hə dostlar, bugünkü videonu burada sonlandırırıq. İnşallah yeni evi sevdiniz. Davam edəcək bu kart simülatora. Sonraki videoda görüşmək üzere.